Bəzilərinizin istədiyi və arzusunda olduğu cəmiyyət artıq formalaşıb. Sevinə bilərsiniz. Bakıda 14 yaşlı bacı qardaşı tərəfindən hamilə qaldı. Biz illərlə ailə dəyərindən, kişi qeyrətindən, qadın həyasından, qadınların geyimindən danışanda bizə mövhumatçı dediniz, bizə qaracüruhçu dediniz, bizə geridə qalmış dediniz. Bu da nəticəsi. Biz illərlə cəmiyyətimiz fəsada doğru gedir, cəmiyyətimiz geri dönüşü olmayan yola doğru gedir deyib həyəcan təbili çalanda bizə Farsın, İranın agenti ləqəblərini qoşdunuz. Bizim həm özümüzü, həm sözümüzü qəribçiliyə saldınız və axırı da budur. Bunu istəyirdiniz olsun. Bundan sonra nə baş verməlidir ki, bundan sonra nələr olmalıdır ki, artıq bizim sözümüzə dəyər verəsiniz, bizim sözümüzə əhəmiyyət verəsiniz. Əgər bir ölkədə yeniyetmənin məscidə getməsinə icazə verən axund cərmələnib xəbərini oxuyuruqsa, mütləq həmin xəbərdən bir həftə sonra öz qardaşı tərəfindən təcavüzə uğranıb hamilə qalan bacı xəbərini oxumaq məcburiyyətinə qalacaq. Sizin ərəbə ağladığınıza öz şəhidlərimizə ağlayaq deyib İmam Hüseyin məclislərindən ayrı saldığınız, nə bilim, məscidlərdə nə işi var uşaqların, cavanların məscidlərdə nə işi var, getsinlər təhsil alsınlar deyib məscidlərdən qovduğunuz cavanlar bu gün öz bacılarına təcavüz eləyirlər. Bunu istəyirdiniz olsun. Məscidlərdən, İmam Hüseyin məclislərdən ayrı qalan gənclərin bacı, ana qeyrəti çəkəcəyini düşünürdünüz. Əgər bir cəmiyyətdə bacı qardaşına təcavüz edib ona hamilə qoyursa, bunun birbaşa günahkarı bizlərə mövhumatçı, qaracüruhçu, geridə qalmış deyən məhz sizlərsiniz.